İkram müəllim, düz deyirlər ki, cinayətkar ən çox da qatil, qətl yerinə qayıdır. Nadir hallarda o ola bilər. Çünki o ora qayıtsa şübhə doğura bilər. Belə bir hadisə olmuşdu ki, o vaxtı meyidi yarmaq üçün xüsusi indiki kimi meyitxanalar yox idi. Tibb həkimləri yox idi. Hadisə dağ yamacında olmuşdu. Həkim, məhkəmə tibb eksperti gəlib meyidi o şəraitdə müayinə elədi, yardı. Qırma nəticəsində o həlak olmuşdu. Ov tüfəngi ilə vurmuşdular. İndiki zamanda Hasaddır. Tibb bacısı var, köməkçisi var, kömək eləyir. Amma o vaxtki şəraitdə kənar bir adamların birini ayırırdıq ki, kömək elə də həkimə. Ovcunu tutmuşdu, qırmaları bir-bir tapdıqca bədəndən qoyurdu onun ovcuna. Sonradan bəlli olmuşdu ki, o hadisənin iştirakçısıdır o adam. Kimin ki ovucuna o qırmaları qoyurdu. Hə. Sonradan iş gəlib çıxmışdı onun üstündə. Mənim öz əlimdə olan işdir. Həmin o adamdan siz şübhələnmişdiniz əvvəldə? Xeyr.